Salam əziz dostlar. Bilməyənlər üçün paylaşıram. Yeni başlayan elektrik dostlara da məsləhət görərdim ki, elektrik kabelləşməni icra edərkən elektrik təchizatda əsasən rənglərin normativlərinə əməl etmək lazımdır. Beynəlxalq qəbul olunmuş nol mavi rəngdə, faza qırmızı rəngdə olur, cərəyan axan sarı yaşıl zolaqlı isə torpaqlamanı bildirir. Neçə yerdə mən şit yığmağa gedirəm, rənglər necə gəldi atıblar, fazanı sarı ilə ötürüblər, göy ilə ötürüblər. Axı onu test eləyib axtarıncan xeyli vaxt gedir, xeyli beyin yorulur, əmək sərf edirsən. Rənglərə xahiş edirəm əməl eləsinlər. Elektrik cihazına qırmızı üzərindən cərəyan axır, neytral mavi rənglə geri qayıdır. Sarı yaşıl zolaqlı isə metal gövdəli elektrik cihazının gövdəsinə sızan artıq cərəyanı yerə ötürür, torpağa. Yəni metal gövdəli elektrik avadanlıqlarının gövdəsinin yerə bağlı olduğunu bildirir. Azmış cərəyanın insanı cərəyan zərbəsindən qoruyur.